Ermənistan iki güc, Rusiya və Qərb arasında sıxışıb qalıb. İstiqamətlərin hərəsinin də öz təkidi və tələbi var. Ermənistan yenə də yol ayrıcındadır. Bir tərəfdən Qərbin vədləri, digər tərəfdən Rusiyanın təpkiləri. Çaşbaş qalan rəsmi İrəvan hardan necə yapışacağının kələfini belə itirib. Gah Brüsselə, gah Moskvaya üst tutan Nikol Paşinyan tarazlığı qorumaq istəsə də, nəticə o qədər də uğurlu olmur. Bu baxımdan baş nazirin son Moskva səfərini də təsadüfi saymaq olmaz. Seçki öncəsi Rusiyaya səfər edən Nikol Paşinyan həm Qərbə, həm də Kremlə mesaj vermək istəyir. Qərbə olan mesaj ondan ibarətdir ki, Ermənistan balanslaşdırılmış xarici siyasət aparır, müstəqil addımlar ata bilir. Kreml isə bu səfərlə münasibətləri normallaşdırmaq, sərt ritorikanı yumuşaltmaq, dialoq və koordinasiyanın saxlanılması mesajını vermək istəyir. Əslində Paşinyanın başqa yolu da yoxdur. Çünki Ermənistanın Rusiyadan asılılığı davam edir və xüsusən də iqtisadiyyat və infrastruktur sahələrini görməzdən gəlmək mümkün deyil. Elə mövzu ilə bağlı danışan təhlilçilər də deyirlər ki, Paşinyan ölkə daxilində özünü qərbpərəst kimi göstərsə də əslində Rusiyadan asılı olduğu gerçəkliyini də qəbul etməkdən başqa çarəsi qalmır. Vladimir Putin dəfələrlə öz çıxışlarında Ermənistana göstərilən iqtisadi yardımların, köməklərin qabardılmasının biz şahidi oluruq. Qaz qiymətlərinin aşağı satılması, eyni zamanda ticari dövriyyənin artırılması, eləcə də bir sıra məsələlər mütəmadi olaraq Vladimir Putin tərəfindən Ermənistana münasibətdə sərgilənir və ön plana çəkilir. Nikol Paşinyanın Moskvaya gedərək məsələləri müzakirə etməyə məcbur olması, özünü bir qədər müstəqil təqdim etmək istəməsi də seçki öncəsi daxili auditoriyaya hesablanmış bir addım kimi dəyərləndirilməlidir. Seçkilər ərəfəsində belə bir polemikanın ortaya gəlməsi bir mənalı olaraq eyni zamanda Ermənistanda keçirilən seçkilərə də fokuslanıbdır. Təbii ki, Rusiya Ermənistanda hakimiyyətə Ruspərəst qüvvələrin gəlməsinin istəyindədir. Bir sıra namizədlərin Paşinyanın ünvanına söylədikləri xoşa gəlməz fikirlər, bütün bunlar bir mənalı olaraq Rusiyanın Ermənistanda Ruspərəst qüvvələrin hakimiyyətə gəlməsinin məsələsi ilə birbaşa bağlıdır. Hər halda görüntülər onu deməyə əsas verir ki, Ermənistanda seçki öncəsi siyasi mənzərə çox mürəkkəbdir və prosesin bir qədər də gərginləşəcəyi gözləniləndir. Müxalifətin planları, hakim komandanın addımları, kilsənin açıq qarşıdurmaya getməsi 7 iyunun Ermənistanda çox ağır keçəcəyindən xəbər verir. O ki qaldı bu gərginliyin regiona, konkret olaraq Azərbaycan və Ermənistan arasında gözlənən sülh müqaviləsinin imzalanması məsələsinə təsirinə təhlilçilər bunu istisna edirlər. Nəticənin necəliyindən asılı olmayaraq sülh qaçılmazdır və sabitlik əbədidir, deyə millət vəkili bildirdi. Bətörə Nəbiyeva, Bəkir Həşimov, Space.